Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli, sevimli Elmir Əmlak kanalının izləyiciləri. Sizləri Mərdəkanın ən gözəl ərazilərindən birindən salamlayıram, yer haqqında məlumat verəcəm. İlkin olaraq Elvin, səni də salamlayıram, xoş gəlmişsən. Mərdəkanın demək istəyirəm ki, yan görədə böyük bağlar var. Hamısı köhnə, maşallah, belə samballı yaşayış olan bir ərazisindəyik. Mərdəkan, Makaronlu fabrikin küçəsi. Xəzər marketindən üzbəüz. Baxın, oradan hasar görür. Hasarın o tərəfində o həyət var. Həyətin o tərəfində Xəzər market yerləşir. Xəzər market, Makaronlu fabrikin küçəsindən sizi bir daha salamlayıram. Sizə iki ev, qısa 2 ev təqdim edəcəm. Birinci evimiz 7 sotun içərisində inşa olunub. Hündür tavan, 2 dənə evin ikisinin də həyətindəki söhbətgah belə hündür tavan olduğu üçün çox xoşuma gəldi. Çox xoşuma gəldi. Torpağın da evin də kupçası var, evdə yaşayış olmayıb, əşyasızdır. Qazı, suyu, işığı hamısı daimidir, dəyərli izləyicilərimiz. Hovuz böyük hovuzdur, söhbətgah böyük söhbətgahdır, söhbətgahın daxilində sanitar qovşağı var, göstərəcəm. Avtomatik olaraq pultla təchiz olmuş. Darvazadan içəri keçdim. Öz-özümə düşündüm ki, gərək bununla bərabər bunun da üstü bağlanardı. Burada bir maşınlıq qaraj olardı. Amma heç bir narahatçılıq yoxdur. Kim istəsə özü üçün onu edə bilər. Əslində buranı belə eləyib ki, bilirəm ev sahibi biraz açıqlıq olsun, hava olsun həyətdə. Söhbətgah, isti döşəmə daxilində mebel yığılıb, qaz sobası, su hövzəsi hamısı çəkilib hazırdır. 4 metrənin 7 metrə, hətta 8 metrəyə olan filtrli hovuz. Hovuzun baş tərəfində, söhbətgahın yanında manqal, manqalın yanında su hövzəsi inşa olunub, hazır vəziyyətdədir. Söhbətgahın kombi aparatı ayrıdır, evin kombi aparatı ayrıdır, kombi aparatının yanında, buranın, oranın yanında həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Bu evdə 5 otaqlıdır. İkinci təqdim elədiyimiz də 5 otaqlı evdir. İstəyirsən qısa olaraq bir dənə göstər, çıxaq gedək o birisi evə bütöv olaraq hamısını göstərərik. Bu evin qiyməti amma başqa qiymətdir. Arxadakı evin qiyməti başqa ev qiymətdir. Əziz izləyicilərimiz, bu evin qiyməti 420 min manatdır. Startdır, 5 otaqlıdır. Bir daha söyləyirəm, 5 otaq. 4 yataq otağı, ümumi sanitar qovşağı, mətbəx, qonaq otağı, tavan bütöv olaraq, üzr istəyirəm, döşəmə bütöv olaraq isti döşəmə ilə təmir olunub. Çox qəşəng, çox gözəl, çox da zövqlü təmirə malikdir. Gəl Elvin, gedək buradan. Demək olar ki, göstərdim də əsas qonaq otağı, yataq otağı, mətbəx, düzdürmü? Buranı göstərdi, bu 7 sotdur. Arxada ikinci evi isə sizə təqdim edəcəm, o isə 9 sotdur. 9 sotdur. Evin bu tərəfində göstər, bax, bütöv olaraq hər tərəfə fırlanmaq olur. Çıxırıq buradan, dəyərli izləyicilərimiz, gedirik ikinci bağa. Baxın, bir şey də göstərim sizə. Bir şey də göstərim. Bu bağla, bu bağ, iki bağın ümumi olaraq parking sahəsidir. Gələcəyinə kim istəsə, bunun da üstünü bağla və yaxud da üstün bağla, hər yerin üstünü də bağlamaq olmalı. Qoy hava da dəysin də bir yerdə. Amma maşın saxlamaq üçün çox qəşəng və gözəl bir yerdə yerləşir. Yəni, parking sahəsi problemdir, var. Allaha şükür. İndi isə keçirik biz bu həyətə. Bu həyət haqqında da sizə məlumat verim. Elvin, bu bağ haqqında da sən az da olsa məlumat vermişdim, amma tam olaraq məlumat verim. Biz hal-hazırda Makaronlu fabrikin küçəsində, Xəzər marketin qarşısında ikinci ev haqqında sizlərə məlumat veririk. Bu həyət çox genişdir, böyükdür. Yaşayış sahəsi 270 kvadratdır. 270 kvadratdır. Bir daha söyləyirəm, çox ətrafında, sağında, solunda, arxasında, qarşısında böyük həyətlər var. Çoxdan, yəni, o həyət maşallah vəbşə böyükdür. Çoxdan tikilib, qonşu. Allah sağlam eləsin, xeyirli günlərdə istifadə eləsin, hər kəsin nəyi varsa. Bu həyət haqqında, bu ev haqqında sizə məlumat verim. Bu ev 9 sotun içərisində inşa olunur. 270 kvadrat ümumi yaşayış sahəsi var. Hündür tavanlı, yenə deyirəm də hündürlüyü bura mənə valih elədir. 4 metrənin 12 metrə olan filtrli hovuzu, tam mərkəzdə olan yaşıllıq zonası, sonra evin özünün, mən gələcəm bütöv göstərmək istəyirəm buradan. Bütöv olaraq fırlanmaq olur.
Bu evin özünün texniki otağıdır, boiler sistemidir, kombi aparatıdır. Bu evə aiddir. Gəl İlbimcə gedək. Allah sənin canını sağ eləsin. Əziyyətimizi çəkirsən. Bura bütöv olaraq qonaq otağıdır. Qonaq otağı geniş, hündür tavan həyətə baxır. Yaşıllıq zonası Elvin. 4 metrənin 12 metrəyə olan filtrli hovuz, hovuzun baş tərəfində olan manqal, manqalın yanında su hövzəsi. Bunu da qəşəng düzəldiblər ha. Bunu çox gözəl düzəldiblər. Sonra keçirik söhbətgaha. Hovuzla üzbəüz yerləşən söhbətgah. Döşəmə isti döşəmədir. Mebel yığılıb, cam balkon yığılıb. Qaz sobası, qaz çəkilib qoyulub, su hövzəsi. Bu da isti döşəmənin bütün xətləri tam hazır vəziyyətdə. Buradan çıxırıq biz. Buradan çıxan kimi hovuzla üzbəüz yerləşən otaq mətbəx otağıdır. Evin bütün fasadında metlaq daşlardan istifadə olunub. Fasad tam hazır vəziyyətdə. Yəni heç vaxt ora bundan sonra rənglənmək falan heç bir şey olmuyor. Həyətdə yerləşən sanitar qovşağı. Evindəki arxa hissəsidir. Düz gedirsən, oradan da fırlanırsan, keçirsən evin arxa hissəsində. Bu da söhbətgahın arxa hissəsi. Baxaq, söhbətgah nə də ki ev hasara birləşməyib. Ev özü yerdən 3 daş hündürlüyündə yuxarıdan kürsülü olaraq inşa olunub. Bu evin qiyməti isə 520.000 manatdır. Startdır, o evin qiyməti isə 420.000 manatdır. O da startdır, yəni başlanğıc qiymətdir. Ev sahibi inşallah hansını bəyənsiz, yeri, evi bəyənsiz qiymətində endirim edəcək. Buyurun keçək evin daxilində. Mən bax balacayam. Hündürlüyə bax Elvin, 4 metr. Ümumi giriş qapı. Keçən kimi sol tərəfdə dolab. Bu evi bütöv olaraq təqdimat edəcəm. Sağ tərəfdə mətbəx otağı. Burada bir dənə şey çatışmır. Soyuducunun yeri, o da ki maşallah soyuducunu bura qoymaq olar. Bura tam yeridir. Elə tam yeri hələ burada soyuducu. Sobalar falan hər bir şeyin yeri var. Soyuducu ora. Oy maşallah qonaq otağına bax Elvin. Gəl. Birinci yataq otağı. Dolabdır əslində. Bu istilik sistemin bütün xəttləri. Sən demişəm qabaqcadan baxdı. Buradadır. Onu niyə qoydular bilmirəm. Ola bilər ki, bütün divarı tutmasın. Belə qoydular ki, yaxşı görünsün. Hə. Bu da ikinci yataq otağı. Yataq otağının daxilində olan sanitar qovşağı. Genişdir. Duş kabinası. Artma tavan. Havalanması var. Nəfəslik. Öyrənəm, yavaş işte. Nə yaşım var adına? Üçüncü yat. Ya bu gün mən nə oldu? Evlə tanış oldu da qardaş. Tam mərkəzdə yerləşən, o evlə tanış olmuşdum, buraya girmişdim, çıxmışdım. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Çayda da haradır belə bir şey var, kənd var, o güllərlə düzəlmiş. Hə? Yaponiyada. Üçüncü yataq otağı. Burada yenə də istilik sistemləri üçün dolab yığılıb. Dördüncü yataq otağı. Yataq otağının daxilində olan sanitar qovşağı və qardirob otağı. Oh, maşallah, genişdir bura. Qəşəngdir. Deməli, nədir də məsələ? İki yataq otağının özünün sanitar qovşağı var daxilində. Bir dənə sanitar qovşağı mərkəzdə yerləşir. Bir dənə sanitar qovşağı həyətdə yerləşir. Həyətdə 4 sanitar qovşağı, 4 dənə yataq var. Obursu evdə də elədir. Obursu evdə sadəcə 2 yataq otağında, yox, 1 yataq otağında sanitar qovşağı olmalıdır.
Elədir. Amma burada 2 yataq otağında sanitar qovşağı, bir dənə ümumi. İndi isə keçək qonaq otağına. Əsas qonaq otağı. Maşallah. Buyurun. Bu da bu evin qonaq otağı. Geniş, böyük və tam mərkəzdə, baş tərəfdə yerləşən TV stand. Hətta işıqlandırması da var. Bir dənə həyəti göründüyünə göstərim. Bu mənim işim daxı bilirsən. Pərdə çəkirəm, həyəti göstərirəm. Oğlanlar var ki, bax. Oğlanlar var ki, deyir ki, pərdə mənim işimdir. Pərdə əvvəldən mənim işim olub. Qardeşim, yazarsan mən. Öpürəm sizi. Bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.